Murad 6-2'lik əzmkar darmadağın bir qələbə qazandınız kubokda. Maçdan bağlı fikirlərini alaq. Maç çox yaxşı keçdi fikrimcə. Həm özüm üçün, həm klub üçün də çox yaxşı maç keçdi. Qələbəyə layiq idik. Yəni layiq olduğumuz qələbəni qazandıq. Fikirləşirəm ki, növbəti oyunlara artıq fikirləşmək vaxtıdır. Növbəti hədəfimiz Kəpəzdir. Abbakarın gəlişindən sonra komandadakı hava səncə necə keçir? Həqiqətən də yəni bizim üçün uşaqlıqdan oyunlarımızı izlədiyimiz bir əfsanədir. Yəni həqiqətən də biz ondan çox şey görüb götürürük. Mən cavan oyunçu olaraq ona daha çox yaxın oluram. Yəni istəyirəm ki, ondan daha çox tez götürüm. Yəni həqiqətən də onun gəlişi bizim üçün bir motivasiyadır, stimuldur. Çox yaxşıdır. Qol sevincini də səndən qeyd elədi. Nə deyə bilərdi? Yəni mən sadəcə işimi gördüm, pasımı verdim. O da sağ olsun yaxınlaşdı. Yəni budur, futboldur sadəcə. Sonrakı həftəsi Kəpəzlə maç gözləyir. Bu oyunla bağlı. Kəpəzlə oyuna vaxt azdır. Çalışacağıq ki, daha tez bərpa olaq. İnşallah ki, Kəpəzlə oyun vacib 3 xal qazanmaq lazımdır.